Azərbaycanda devalvasiya narahatlığı hər dövrdə mövcud olub. Əhali arasında dolların manata nisbətdə qiymətinin arta biləcəyi ehtimalı hələ də qalır. 2015-ci ilin fevral və dekabr aylarında baş verən devalvasiyanın üstündən 10 ildən çox keçməsinə baxmayaraq, əhali bunun hər an təkrarlana biləcəyi qorxusunu yaşayır. Bu günlərdə Maliyyə Nazirliyinin hazırladığı Vətəndaşın büdcə bələdçisində 2026-cı ildə makroiqtisadi sabitliyin qorunması məqsədi ilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi, manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,7 manat səviyyəsində qalması dəstəklənəcək bəyanatı isə bu narahatlığı müəyyən qədər azaltdı. Buna baxmayaraq, 2026-cı ildə Azərbaycanda dolların bahalaşması istisna edilmir. Dünyada baş verən gözlənilməz hadisələr, müharibələr, qlobal iqtisadiyyatdakı dalğalanmalar, neftin dünya bazarındakı qiyməti bu ehtimalı aktuallaşdırır. Global Info.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, ölkədə dolların məzənnəsi Mərkəzi Bankın müvafiq qərarları əsasında tənzimlənir. Onun sözlərinə görə, hazırki mərhələdə Azərbaycanın makroiqtisadi göstəriciləri kifayət qədər yüksəkdir. Dövlət Neft Fondunun vəsaitləri 80 milyard dollardan artıqdır, Mərkəzi Bankın valyuta ehtiyatları isə 11 milyard dolları ötür. Bu, ölkənin maliyyə təhlükəsizliyi üçün mühüm təminat yaradır. Eyni vaxtda, əsas ixrac məhsulumuz olan neftin dünya bazarındakı qiyməti hazırda dövlət büdcəsində nəzərdə tutulan səviyyəyə uyğundur və ölkəyə kifayət qədər valyuta axını təmin edir. Bununla yanaşı, qeyri-neft sektorunda müəyyən artım müşahidə olunsa da, bəzi istiqamətlər üzrə, xüsusilə neft hasilatında təxminən 25%-ə yaxın azalma qeydə alınıb. Bu isə ölkəyə daxil olan valyuta həcminə müəyyən təsir göstərir. Bütün bunlara baxmayaraq, hazırda manatın məzənnəsində kəskin dəyişiklik və ya ciddi devalvasiya üçün əsaslı iqtisadi zəmin yoxdur. İqtisadçı onu da deyib ki, makroiqtisadi göstəricilər, xüsusilə də valyuta ehtiyatlarının həcmi və dövlətin maliyyə dayanıqlığı manatın sabitliyini dəstəkləyir. Üstəlik, Azərbaycanın xarici borc yükü aşağı səviyyədədir və 2026-cı ildən sonra da bu sahədə ciddi risklər gözlənilmir. Bu baxımdan, yaxın aylarda və 2026-cı ilin əvvəlində dolların məzənnəsində kəskin artım və manat üçün ciddi təhlükə yaranacağını real hesab etmirəm. Manatın mövcud sabitliyini qoruması üçün kifayət qədər iqtisadi resurs və alətlər mövcuddur.